Mən Aslan Həsənli 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda Vimark Global Marketing şirkətində strategiya və layihələrin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıram. Yüksəliş müsabiqəsinə qatılmaqda məqsədim faydalı olmaq, ölkəmizin inkişafına töhfə vermək və seçilənlərdən olmaq idi. Sizcə hər dəfə daha böyük həvəslə müsabiqəyə qatılmaq olar? Ruhdan düşməmək üçün nələr etmək lazımdır? Ruhdan düşməmək üçün təbii ki, insanı motivasiya edən məqsədləri olmalıdır. Həm də əzmkarlıq burada əsas rol oynayır. Birinci müsabiqədən bəri bu müsabiqənin iştirakçılarından biriyəm və nəhayət 4-cü yüksəliş müsabiqəsində qalib olmağım bu onun göstəricisidir ki, hər bir kəs öz üzərində işləyərək, öz bilik və bacarıqlarını artıraraq bu müsabiqənin qaliblərindən biri ola bilər. Özündə qatılmaq inamı, istəyi və potensialı görən hər kəsi növbəti müsabiqədə iştirak etməyə dəvət edirəm.